Sən hələlik gözlə, qoy böyüklər məsləhətləşsin, sonra gələrsən. Yox, Fikret, mənim diləm bəlkə mən də keçim içəri oturum. Deyirsən, qayıdım geriyə? Yox, başa düşdüm. Deyirəm bizim zamanında çatmır özmürüm. Bayaqlar liftin qabağında dayanmışam. Mən belli, lifti çağırmışsan. Deyirəm yox, peşman olub qaydacaq. Sakin! Dəstə deyil, müəllim. Dəstə deyil. Müəllim? Mən atam müəllimdir, vərdiş eləmişəm. Deyirəm müəllim. Yox, onsuz da yaşadığımız hər bir hadisə dərsdir. Aya, Nusrat, 200 qram dilim var. Ona yiyə dura bilmirsən? Əmi 200 qram deyib keçmin, he? Siz bilirsiniz, bizim dilimiz o kadar güclüdür ki, onun gücündə maşın olsa, öz ağırlığının 350 qatı qədər ağırlıq qaldıra bilər. Allah kömək olsun. Yasəmən xalada Rüstəmin xalasıdır. Yəni, deyirəm xala bəlkə başlayaq. Hə? Bəs Yasəmən bibisi deyildi? Bizdə elə bir qohumluq əlaqələri biraz gəlizdir. 15 gün bibi olur, 15 gün xala. 15 gün bibi, xala bibi, xala bibi. Axı gələndə dediniz bibisidir. Bəli, bibisidir. Elə bir şey qapıya ayağını qoyan kimi elə bir evə. Oldu xalası. 15 gün keçdi də, oldu xalası. Biz necə, biz xoşumuz gəlir. Qohumlar yəni qız alanda özümüzdən alar qohumlardan. Ona görə bu başı batmış tombik nəsə dirəşdi ki, yox, mən yad qız alacam. Deyir, yad qız, gör fərqli olmaq istəyir də belə şey. Bilirsiniz, indi Marsda torpaqların satışına başlanılır. Bunun məsələ ilə nə əlaqəsi var? Yəni demək istəyir ki, cəmaat Marsda torpaq alır. Biz bir qoz boyda qız alamayacağıq. Özünü ağılla apar. Yaman zarafatçıldılar. Sən də bir söz olmamış özü ortalığa atma cinan. Mənim bunlardan heç xoşum gəlmədi. Bilirsiniz, bizim bura gəlməyimizin səbəbi Rüstəmlə Qızqayıtdır. Bax, onlar öz aralarında danışıb razılaşıblar. Biz də bu iki cavanın xeyir işində iştirak eləmək istəyirik. Bəli. 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 Ay kişi, bu xanımdan yaman xoşum gəldi. Mənimsə bunların danışığından heç xoşum gəlmədi. Sakit! Öz aranızda danışmayın. Necə? Otur aşağı. Çox ciddi ailədlər. Hə, bu nədir? Bu qız yaşamır bu evdə. Bu zənan xeyrağı yaşamır burada. Atam da tullana gəlib ki, qız alacaq. Kim alacaqsan, nəyi alacaqsan? Səyləmə. Rüstəm haqqında danışsan danış. Yoxsa sus. Ay xala, ay dayı, Rüstəm elə belə adam deyil. Rüstəm tombikdir, tombik. Bu köş adamlar çox ailəcanlı olurlar. Yəni narahat olmayın, Qızqayıt müəllimə yaxşı baxacaq Tombik. Axı bu Rüstəm nəçidir? Nə işin sahibidir? Elə bir ki, pufetimizin eşşəyidir, eşşək. Nədir, düz demirəm. O boyda adam olar. 55 razmer ayaqqabı geyinir, elə bir uşaq qəbridir. Nə söyləyirsən sən? Demək istəyir ki, axşama kimi eşşək kimi işləyir. Çalışqan oğlandır. Güya indi bu düzəltdi də. Sən zibilləməsən düzəltməyə ehtiyac qalmayacaq. Oğlum, çıpışmır. Bilirsiniz, mənim təcili işim çıxdı. Mən qaçmalıyam. Hə, psixoloq adamdır. Hamının ona ehtiyacı var. Əlbəttə. Buyurun, buyurun. Hə, biraz belə... Öz aləm var, dayıcan, onun öz aləm var. Yəni, psixoloqdur. Səyləmə. Səbəbkarları çağırın, qərarımızı verək. Rüstəm, bəli. Elə mən də onu deyəcəkdim. Bu biri sizinlə yoxşadı. İki dənə qoyun yolundan gedir. Biri deyir, məəəə. O biri də deyir ki, elə mən də onu deyəcəkdim, də deyir. Qalxoz. Bu Rüstəm oğlumun valideynləri gəlməyir. Anası biraz xəstədir. Biz də dedik, yaxşı deyil, söz vermişik. Ona görə birinci elə biz gələk. Valla şeydə, yəni pis xəbər alsa da, yaxşı da alsa da, elə biz alaq birinci, yəni. Mən çox fikirləşdim. Siz hər şeyi danışdınız. Bəli. Nə vardısa hamısını dediniz.
Qohumları belə olanın anası qızıl olar. Tertemiz kızıldı. Probu da var üstünde. Ona görə də mən bu işə hə deyirəm. Vay onlar koy şirinsa gelsin her şirinsa. Hadi.